Qur'an-ı Kərimin nazil olduğu Ramazan ayı insanın öz iradəsini sınaqdan keçirdiyi, nəfsinə hakim olduğu və ruhunun gücünü dərk etdiyi mənəvi bir dövrdür. Müqəddəs kitabda buyurulduğu kimi, bu ay 1000 aydan daha xeyirlidir. Ramazanda insan sanki dünyəvi qayğılardan bir müddətlik kənara çəkilərək, daxilindəki həqiqətlə üz-üzə qalır. Ramazan ayı həm də ətrafa, digər insanlara qarşı daha diqqətli, daha səbirli olmaq aşılayır. Mütləq şəkildə mübarək Ramazan ayında oruç tutmağın qaydalarından biri də budur ki, insanın gərək dili də, gözü də, əli də, bütün vücudu, bütün demək olar ruhu da oruc olsun. Bəqərə surəsində qayda qoyur. Məsələn, xəstə olanlar, səfərdə olanlar Allah Taala buyurur ki, onlar başqa gün tutsunlar. Deyir, buna gücü çatmayanlar isə, orucu tutmaqda onlar üçün çətinlik olanlar isə, onun əvəzinə məsələn ehtiyacı olan kasıb, miskin olan bir kəsə taam versələr, bu daha onlar üçün xeyirli olar. Ramazan təkcə ruhani bir səyahət deyil, həm də bədənin özünü yenidən kəşf etdiyi bir dövrdür. Ruhu saflaşdıran oruc eyni zamanda bədəni də sınaqdan keçirir. Bu müddət ərzində insan orqanizmi əsl gücünü və daxili tarazlığını daha aydın şəkildə nümayiş etdirir. Müasir elm də təsdiqləyir ki, oruc tutmaq bədənin təbii ritmini tənzimləyir, immun sistemini gücləndirir və insanın özünü daha gümrah, daha canlı hiss etməsinə şərait yaradır. İnsülin dirənci olan, yüksək xolesterini olan, artıq çəkisi olan bir insan Ramazan ayında əgər doğru qida seçimi edərsə, bu problemləri aradan qaldırmağa ona kömək edə bilər. Son elmi çalışmalar da bu intermittent fasting, aralıqlı oruc məsələsini gündəmə gətirdi ki, bir çox elmi çalışmaları faydalı olduğunu göstərdi. Amma nəticədə son olaraq faydalıdır, amma nə yediyiniz faydalıdır, neçədə yatdığınız faydalıdır, fiziki aktivliyiniz faydalıdır. Yəni bir tək həmən orucam, amma yemək yediyim vaxtı nə istəyirəm yeyim, bununla da iş bitəcək, belə bir dünya yoxdur təəssüf ki. Həm bədənin, həm də ruhun qidalandığı Ramazan süfrələrindəki birlik, hörmət və paylaşma duyğusu insanın qəlbini daha da zənginləşdirir. Bu süfrələrdəki neymətlərsə sadəcə doyumluq deyil, orqanizmin gün boyu ehtiyac duyduğu incə tarazlığı və ritmi də qoruyub saxlamalıdır. Yumurtadır, sonra xurmadır, gün ərzində hansı ki insanı gümrah və qoymur ki, düşkünlük olsun, insanın bədənindəki bütün enerjini saxlayır. Müxtəlif növ şirələrdir, hansı ki təbii şirələrdən söhbət gedir. Ən yaxşı olur ki, evdə özləri hazırlasınlar. Portağal şirəsidir, alma şirəsidir və sıyıqlar. Ramazan ayında süfrəyə qoyulan hər neymət daha diqqətlə seçilməlidir. Çünki balanslı qidalanmaq həm sağlamlıq, həm də gün ərzində enerjinin qorunması üçün vacibdir. Sahura ən yaxşı olardı ki, suda buxarda pişmiş toyuq yaxşı olar, yanında brokoli, gülkələm və çoxlu zəngin bol hələvəzlər, kök istifadə olunsun. Axşam yeməyində ki, məsələn, ən elə bizim milli mətbəximizə aid çoxlu şorbalar var, düşbərə götürsək, həm proteincə, həm xəmir və yüngül sayılan bir şorbalardan biridir. Toyuq şorbasıdır və onlara hökmən üstünlük vermək lazımdır. İnsanın özünü və gücünü daha dərindən tanıdığı Ramazan həyata xüsusi bir ritm gətirir. Hər addımın, hər hərəkətin diqqətlə planlandığı bu ayda ruh və bədən bir-birini tamamlayan xüsusi bir ahəngdə birləşir. Arzu Yusif, Elxan Axundov, Fariz Şxalizadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.